Onunla bağlı fikirlər maraqlıdır. Мнение насчет матча, Ну товарищ. а что, непростая игра, не добились того, что хотели, но что сказать, одно очко тоже очень важно, надо двигаться дальше и просто не отпускать руки. У нас все хорошо, у нас есть полная поддержка президента, директора, тренера. В свою очередь мы тоже их поддерживаем и будем стараться продвигаться и идти dальше. Sıradan sadə oyun olmadı bizim üçün. İstədiyimizi göstərə bilmədik. Buna baxmayaraq bir xal qazandıq. Bu da bizim üçün uğurdur. İrəliyə baxacağıq. Prezidentimiz, direktorumuz, məşqçimiz bizə güvənir. Biz də onların ümidlərini puça çıxarmamağa çalışacağıq. 3 xal üçün bu oyun nə çatışmadı komandada? Для победы что не пошло как? Что недостаточно Что было? не хватило, да? Да, не хватило. Забить еще больше, чем соперник. Rəqibin yaratdığı fürsətlərdən çox biz az fürsət yaratdıq ona görə. Bu mövsüm haqqında ümumi nə fikir bildirə bilər? Мнение насчет сегодняшнего сезона в общем мысли. Ну, сезон еще идет вперед, так что еще рано делать какие-то итоги. Идет в целом хорошо, так что все хорошо. Sezon haqqında deyir ümumi fikir bildirmək hələ düzgün deyil çünki hələ çempionat davam edir, amma ümumi götürəndə yaxşıdır vəziyyət.